Qədir gecəsinə çatmışıq, oyanaq nəhayət ki, günahlardan üzr istəyək. Hətta mən bu gecələrdə ümumiyyətlə hər bir gecəsində yaxşılıqlarımdan üzr istəyəcəm, orucuma görə üzr istəyəcəm. Deyəcəm, ilah, orucumdan tövbə edirəm ki, mən 19 gün, 18 gün belə bir oruç tutdum, üzr istəyirəm. Orucuma görə səndən xəcalət çəkirəm, namazıma görə. İldə bəndənin ən gözəl halı budur, mənim gözəl halım budur, sonunda bu halımdan üzr istəyirəm. Bütün yaxşılıqlarıma görə üzr istəyirəm. Nə ki, yaxşılıqlar eləmişəm, onlardan tövbə eləmək istəyirəm. Mən bu tutduğum orucdan tövbə eləmək istəyirəm ki, oruç tuta bilim, namaz qıla bilim, ibadət eləyə bilim. Allah da deyəcək ki, belədirsə mən səndən ibadətləri qəbul elədim. Allah belə Allahdır. Sən deyirsən ki, layiq olmadı, deyir, bu layiq olmadı dedin ha, bəsimdir. Gətir qəbul edirəm. Qəbul eləməklə də insan deyir, necə yəni, qəbul elədim bu ibadəti. Ondan sonra daha da xəcalətli olur. Daha da utanır. Bax, Allah bəndə münasibətləri belədir. Bu gecə deyək Allaha ki, biz günah eləmişik səni yüngül saydığımızdan yox. Sən bizi belə öyrəşdirmirsən. Sən bizi belə öyrəşdirmirsən, biz günah eləmişik, sən o qədər bağışlamısan ki, biz öyrəşmişik, sən bizdən belə davranmısan. Bunu hörmətsizlik kimi başa düşmə. Bu mənim sözüm deyir, İmam Səccad belə danışırlar. Deyir, elə mən hörmətsizlikdən olmayıb, səni yüngül saydığıma görə günah eləməmişəm. Bu gecə Allahın bəndəsi şəhadətə çatır. Başqa nə tərif deməli üçün? Allahın bəndəsi. Hər situasiyada, hər şəraitdə Allah deyən eləyən adam. Ona görə zahirən davranışında təzad görünür. Gah şir kimi meydandadır, gah dizlərin qucaqlayıb evdə oturur. Gah yeməyini ehsan eləyir, gah bir zərrə haqqından keçmir, gah haqqını bağışlayır. Niyə görə belədir bu? Çünki bu bir sözlə desək, əmri ondan alır. O nə desə deyib başlayır. Rükü əmrini də ondan alır, zəkat əmrini də ondan alır. Eyni zamanda ona görə həm rükudadır, deyir, necə olur fikri yayınır. Kasıb gəlib yemək istəyir, nəsə istəyir, yardım istəyir. Bu necə olur o kasıbı eşidir, bu rükü halındadır, əlinin diqqəti Allahda deyil, rükuda ola necə olur verir. Deyir ki, çünki o öyrəşib o mərkəzdən əmr almağa. Rükuda olanda həmin o mərkəzdən əmr gəlir ki, zəkat verir. Bəndə də axı bu. Rükü ilə zəkatı belə uzlaşdırır bu. Bunun fikri yaymıyor. Bunun fikri elə oradadır. Fikir oradan əmr gəlir, o mərkəzdən gəlir. Oradan əmr gəlir, rükü halında zəkat versin.